2 nömrəli Şəhər Klinik Xəstəxanasının uzman həkim-terapevti Çinarə Səfərova revmatik xəstəliklərdə ağrının müalicəsində kollagen tibbi vasitələrin istifadəsi mövzusunda çıxışı ilə bu videoda revmatik xəstəliklərin klinik gedişinə, ağrı mexanizmlərinə və inteqrativ müalicə metodlarının roluna ətraflı izah edib. İnyeksiyon kollagen tibbi vasitələrinin terapevtik yanaşmalarının bir hissəsi kimi nəzərdən keçirilməsi və xəstə yönümlü çox komponentli müalicə modelləri müzakirə olunub. Çox maraqlı mövzudur bugünkü mövzumuz. Yəni həm fizioterapevtlər, həm nevroloqlar, həm terapevtləri əhatə edən bir mövzudur. Mənim mövzum biraz başqaca olacaq. Bəli, kollagen preparatlarını mən də istifadə edirəm bir terapevt olaraq, amma nə vaxt mən o haqqda danışacağam. Çünki bizim məsələn revmatik xəstəliklər fonunda mən bugün izah eləyəcəm. Ümumiyyətlə, revmatik xəstəliklər bildiyimiz kimi xəstəni ən çox narahat edən şikayətlər məhz ağrı şikayəti ilə həkimə başvurur. Ağrı da deməli bu şikayətlər əsasında 80% ağrı şikayəti olur. Bəs ağrı xarakteri nədir ağrının? Ağrı haradadır? Lokalizasiyası yaygın mıdır, lokal mıdır? Oynaq mı ağrıyır? Nə zamanlar ağrıyır? Bu ağrı kəskin xronik midir? Yanaşı gedən durumları varmı? Çünki ağrı geniş anlayışdır. Mexanikidirmi, iltihabidirmi? Məhz revmatik xəstəliklərin də diaqnostikasını həmişə biz, yəqin ki, xatırlayırsınız, adi bir revmatoid artritlə osteoartritin dif diaqnostikasında biz məsələn xəstələrdə ağrının xarakterini mütləq soruşuruq ki, ağrınız deyək, sabat tutuqluğunuz nə qədər davam eləyir, hərəkətlə keçirmi və yaxud oturub qalxanda, uzanıb qalxanda keçirmi? Yəni bunlar bizim dif diaqnostikamızda mühüm rol oynayır. Artikularmı, non-artikularmı, yəni oynağın sırf özündəmi olan bir prosesdir, yoxsa oynaq ətrafı, yəni tendonlar, yəni bağlarda, əzələlərdə olan bir strukturlarla əlaqədardır. Mütləq onları öyrəndikdən sonra biz məsələn ağrının dəyərləndirilməsi, yəni biz vurğuladı kolleqalarımızda VAS skoru var, revmatik xəstəliklərdə DAS28, BASDAY, ASDAS və s. skorlamaları vardır ki, bunlar bizə niyə lazımdır? Düzgün diaqnoz qoyaq və təqibimizdə xəstədə yaxşılaşmanı təqib eləyək. Cavabı dəyərləndirək. Ümumiyyətlə, revmatik xəstəliklərdə oynaq ağrılarının səbəbləri genəldə revmatizm bir-iki multifaktorial bir xəstəlikdir. Burada immun sistemimiz həm daxili, həm də xarici qıcıqların təsirindən etkilənmiş olur və məsələn, burada revmatoid artrit olsun, lupus xəstəliyi olsun, Behçet olsun, spondiloartropatilər olsun, yəni bunlar vaskulopatilərin içində gedir bir qrupu, FMF xəstəliyi olsun, yəni bunlar bizim immun sistemimizin qıcıqlara qarşı bir reaksiyası, həm də genetik bir altyapımız da varsa təbii ki. Oynaq digər yəni ağrının səbəbləri sırasında oynaq strukturlarında olan degenerasiyalar. Bu məsələn osteoartrit xəstəliyi dediyimiz kimi yaşa bağlı qanunal sferadakı dəyişikliklər və yaxud da kilo, obezite, yəni bildiyimiz kimi müasir dönəmin ən böyük qlobal problemi olan və istifadə olunan preparatların yan təsirləri olaraq da bu proseslər gedə bilir. Metabolik problemlərdən qaynaqlanır. Bildiyimiz kimi ən geniş qut xəstəliyi, podaqa dediyimiz. Eyni zamanda infeksiyaların təsirindən, yəni bizim revmatik xəstəliklərimiz kök ala bilir. Məsələn, bunlar sırasında deyək ki, hepatit viruslarından tutmuş, Epstein-Barr virusundan tutmuş, herpes simplex virusundan tutmuş, adi boğaz infeksiyası dediyimiz streptokoklardan tutmuş. Bunlar hamısı bizim vücudumuzda olan stakinlərimizi cuşa gətirir, bu balansın pozulmasına gətirib çıxardır. Bəs stakinlər, yəni bizim stakinlər ümumiyyətlə həmişə zərərli midir? Yəni stakinlər normada olanda bizim fizioloji olaraq vücudumuzda proseslərin davamı gedir. Amma bunlar təsir göstərən, yəni xəstəlik anlayışı nə vaxt olur? Bunların miqdarı çox olanda və miqdarı az olanda. Nələrin miqdarı çox olanda? Məsələn, inflamatuar stakinlər var, interleukin 1-dir, interleukin 6-dır, tumor nekroz faktor alfadır, interleukin 17-dir, 12-23-dür və bu sırada çoxlarını sıralamaq olar ki, bunların normadan yuxarı çıxması bizim ağrı şəklində, iltihab şəklində özünü göstərməsinə gətirib çıxardır və müxtəlif toxumaların özünə uyğun simptomatikasını verir. Məhz burada məsələn interleukin 1-nin təsirindən bəhs etmişəm ki, interleukin 1 məsələn nələr əmələ gətirir? Yəni burada bizim oynaq tərəfinə keçən, yəni kemik rezorpsiyasını, yəni sümükdən sorulmanı, sümük strukturlarının pozulmasına gətirib çıxardır. Endotelial hüceyrələr tərəfindən burada deyək ki, prostaglandin Y2-nin, prostasiklinin sintezinin artmasına gətirib çıxardır. O da oradakı iltihab proseslərinin şiddətlənməsinə, oraya mayenin yığılmasına oynaqlardan danışırıqsa gətirib çıxardır və s. Eyni zamanda ən böyük tumor nekroz faktor dediyimiz hansı ki, bu da yenə iltihabın kökündə olan faktorlarımızdandır.
Ümumiyyətlə, belə deyək, iltihab dedikdə biz revmatik xəstəliklərdən danışırıq. Bunun fazaları var. Biz məsələn revmatik xəstəlikdə kollageni həmən istifadə edə bilmərik. Çünki bu bizim həm kılavuzlarımız bunu yəni mümkün deyil, həm də xəstənin normal dəyərləndirdikdə düşünelim yəni bir xəstənin deməli sistemik bir iltihab prosesi var. Siz buna ağrının və ağrı multi yəni yerləşimlidir. Bildiyimiz kimi revmatik xəstəlikdə oynaqlar deməli həm əl kiçik oynaqları, həm bilək, həm çiyin, həm diz, həm ayaq, yəni həm bu çanaq oynaqlarının ağrı ola bilər. Siz hara vuracaqsınız deyək ki, kollagen olsun və bu qrup preparatlar olsun. Öncə biz bu sistemik prosesi nə edəcəyik? Yavaşladacağıq, azaldacağıq. Çünki indi özünüz də görəcəksiniz ki, əslində sümüklərdə revmatik xəstəliklər fonunda degenerasiya bu interleykinlərin nəticəsində əmələ gəlir. Məsələn, güncəl müalicələrdə biz deyirik ki, istifadə edirik qeyri-steroid iltihab əleyhinə dərmanlardan, sonra DMARD dediyimiz metotrexat, leflunomid, sulfasalazin, hidroksixlorokin və kortikosteroidlərdən düzdür. Bunlar həmişə bizim əlimizdən tuturlar. Amma bir dönəmdən sonra, məsələn, qeyri-steroid iltihab əleyhinə dərman maddələri kollagen sintezini pozur. Bu da qüsurlu dövrana gətirib çıxarır. Bəs onda biz nə edəcəyik? Biz sağaltmaq istəyirik, amma xəstəlik xronikləşir. Biolojik ajanlar dediyimiz antiteneyflər, infliksimabdır, etanerseptdir, adalimumabdır, sertolizumabdır, golimumabdır və bu sıralama getdikcə davam edir. Gen texnologiyası inkişaf etdikcə bunların yeni nəsillər əmələ gəlir. JAK kinaz inhibitorları, tofacitinibdir, baricitinib, uptasitinib, abrocitinib və s. dekrozitinib yeni çıxan nəsil JAK kinazlardandır. Beta hücrə müalicələri, yəni bunlar gördüyünüz kimi getdikcə davam eləyir. Bəs biz nə edəcəyik? Bunlar axı bahalıdırlar. Bütün yəni inkişaf etmiş ölkələrdə də yəni bunlar bahalıdır, bizdə də bahalıdır. Məsələn, inkişaf etmiş ölkələrdə artıq bunlar deyək ki, sığorta sisteminə daxil edilir, amma bizdə yavaş-yavaş proses gedir. Amma xəstə sağalmaq istəyir. Biz nə edəcəyik? Bu zaman biz Guna şirkətinin interleykin preparatları var. Bunların mexanizması bir başqa cürdür. Yəni bunlar məsələn əslində dediyimiz məqsəd məsələn interleykin azaltmaqdır, amma bunlar çox kiçik dozalardadır, yəni və bunlar daha kost effektivdir. Misal üçün biz dedik ki, iltihab zamanı nə əmələ gəlir? Interleykinlər əmələ gəlir və xüsusən interleykin 1, tumor nekrozis faktor alfa, interleykin 6, interleykin 17, 12. Bəs bunlar necə eləyək? Gəlin bunları biz blokad edirik, amma ağrı kəsicilərlə yox və yaxud da dediyimiz kimi digər damarlar olsun, hansı ki yan təsirləri hamımız bilirik. Kortikosteroidlər var, hamısını yan təsirlərini bilirik. Deyək, kortikosteroid bir revmatid artrit xəstəsidir, revmatid xəstəsi və biz buna metiprit başlamaq istəyirik. Amma xəstənin əlbəttə deyək ki, şəkərdir, təzyiqdir. Bu problemlərin hamısının kəskinləşməsinə gətirib çıxaracaq. Xəstə əlavə dərman preparatları istifadə etməyə başlayacaq və sanki xəstəliyi burada qalacaq, başqa şeylərlə uğraşacaq. Onda biz nə edəcəyik? Biz xəstələrə daha az zərərli olan preparatları məsləhət görəcəyik. Məsələn, bunlardan deməli, interleykin 1 var ki, Guna anti-il-1. Məsələn, bunu istifadə eləyə bilərik 20 damcan gündə 2 dəfə. Yəni, bunlar kəskin ağrını götürmür, yavaş-yavaş iltihab azaltdır və ona görə biz bunu uzun müddətli verəcəyik. Daha sonra bizim məsələn başqa preparatlar var. Məsələn dediyim kimi interleykin 4 var, tumor nekrozis faktor beta 1 var, interleykin 10 var. Bayaqlar mən vurğuladım, sadəcə unutdum deməyi. Bəzi interleykinlər dediyim kimi xəstəlik zamanı miqdarı düşür. Bu miqdarı düşənlər məhz interleykin 4-dür. Buna interleykin, yəni interleykin 10-dur və TGF betadır. Biz revmatik xəstəliklərdə bunları verəcəyik xəstəyə ki, xəstənin həm bir tərəfdən deyək ki, dəstək tədavisi, həm də ki, yəni bu iltihabı azaltmaq üçün bunları vurğulayacaq ki, bunları artıracağıq vücudda. Burada mən vurğulamışam həmin bu preparatlara aid çalışmalardan. Bu SK-ya yazılan Sequence Kinetic Activation Stokin dediyimiz daha kiçik dozda istifadə olunan az öncəki preparatlardır. Dediyim anti-il-1-dir, il-4 preparatlarıdır. Bunların istifadəsindən yəni revmatid artrit xəstələrində həm deyək ki, deməli, akademik təbabətin tədavilərini istifadə edirik, həm də bunları və biz bunları bərabər də istifadə edə bilirik. Niyə görə? Onlara daha yüksək doz dərmanlar xəstəyə ehtiyacı qalmasın və getdikcə vücuddakı bu iltihab prosesləri də sönməyə başlasın. Bunun çalışmanın gedişatıdır ki, interleykin 4, 10 və anti-il-1 preparatlarını gördüyünüz kimi anti-inflamatuar verilməsi çox effektlidir. Daha sonra mən indi vurğulamaq istəyirəm, sonuc etibarından oynaqlarda nə baş verir? Bu interleykinlər yüksəldi. Yaxşı, onun nə olsun? Nə baş verir? Əlbəttə ki, bunların təsirindən metalloproteinazların və aqrekansların, ADAMS 4 və 5-in ifrazı artır və qığırdaq membranların zədələnməsi baş verir. Bəli, kollagen sintezi artıq pozulmağa başladı. Burada biz niyə kollagen istifadə eləməliyik bu dönəmdə? Bunu açıqlamaq istədim ki, yəni bunu boş-boşuna istifadə eləmirik. Məqsədimiz var.
Çünki bir xəstə bizə gələ bilər. Şəxsi təcrübədən deyirəm, reumatoid artrit xəstəsidir. Gəlir, doktor dizlərim ağrıyır. Biz tez onu reumatoid artrit kimi ilk dəyərləndiririk ki, görək bunun aktivasyondumu, remisiyadan çıxdımı, xəstə nə oldu? Baxırıq ki, yox, dəyərləri yaxşıdır, amma bu xəstədə axı illərin xəstəsidir bu xəstələr. Biz bu preparatlarda yeni-yeni istifadə etməyə başlayırıq. İllərdir məsələn bunlar klassik tədavilərimizi istifadə etmiş, yazdığımız yəni xəstələrdir. Onda məsələn biz deyirik ki, axı bu reumatoid artritin yəni diz problemi kimi görünmür. Şu an onun yəni nəticəsinə oxşamır. Onda bəli biz necə dəyərləndiririk? Təbii ki, qan dəyərlərindən dəyərləndiririk xəstəni. Müayinələrimiz artıq çox gelişmişdir. Bu zaman artıq biz deyirik ki, bəli, burada kollagenin istifadə edə bilərik, hyaluron turşunu istifadə edə bilərik, PRP edə bilərik. Bu zaman biz yəni nəticə olaraq, yəni bu reumatoid artritin mi kəskinləşməsidir, yoxsa bu artıq fəsadlaşmış. Mən az öncə vurğuladım. Yəni oynaqdan getmiş proses, degenerativ proses dərmanların mı yəni təsirdir və illərin nəticəsidir. Bundan sonra məsələn biz bunları daha rahatlıqla istifadə edə bilirik. Yəni xəstəliyin aktivliyini salıb, normallaşdırıb, ondan sonra rahatlıqla bunları istifadə etmək məqsəd uyğundur. Kollagenin yapısından yəni az öncə yəni bəhs olundu. Yenə mən də bəhs eləmişəm. 28 tipi vardır. Quruluş faydalı tropokollagendir və əsas 3 amin turşusu var burada. Prolin, hidroksiprolin və glisin kombinasiyasından oluşmaqdadır. İkinci tip kollagen qırdaqların yapısına daha çoxluq təşkil edir və burada kollagenin sırf revmatik xəstəliklərdə istifadəsinə dair bir çalışmadan bəhs eləmişəm. Çox yormaq istəmirəm. Məsələn, kollagenin istifadəsi necə ola bilər? Həm oral istifadə oluna bilər kollagen, həm intraartikulyar istifadə oluna bilər, həm mezoterapiya şəklində istifadə oluna bilər. Bu da baxır yəni xəstədə duruma görə. Məsələn, biz oral istifadədə kollagenin yüksək dozlarla 10 qram, yəni 2 qram, belə deyim, 10-15 qram civarlarında istifadəsini icazə verilir. Amma oynaq daxil inyeksiyada 2.5 mg-dan 10 mg arasında məsləhət görülür. Və kollagenin növləri var. Hidrolizə və non-hidrolizə kollagen. Hidrolizə kollagen daha qəbulu, məsələn, peroz qəbulu daha məsləhətdir. Ona görə ki, onun absorpsiyası daha rahatdır. Bizə nə lazımdır? Məqsəd nədir? Peroz alınan kollagenin misal üçün, bu alınır, parçalanır amin turşularını, bu amin turşuları yenidən qan dövranından gedir bizim oynaq qığırdaqlarımıza, orada yeni kollagenin sintezinə gətirib çıxardır. Əslində biz bunları bərabər şəkildə də verə bilərik, həm peroz kollagen, həm də intraartikulyar kollagen. Niyə? Çünki peroz kollagenin effektivi zamanla çıxacaq, məsələn, müəyyən sürədən sonra, amma intraartikulyarın daha tez çıxacaq. Intraartikulyarın effekti tam ki, 2 ay qalacaq, amma oralınki gec çıxacaq və uzun müddət qalacaq, çünki artıq sintezdə iştirak eləyəcək. Burada bunların qarşılaşdırılmasından bəhs eləmişəm və burada hansı ki, məsələn, intraartikulyar istifadə olunan preparatlar, hansı ki, deməli, Quna şirkətinin, bunları da yenə dediyim kimi o hallarda istifadə eləyəcəyik. Bu qədər. Təşəkkürlər Çınarə xanım. Çınarə xanım deyir, yormaq istəmirəm, amma revmatoloji mövzu ümumiyyətlə... Yox, sual verə bilərlər, əlbəttə versinlər. Mövzudur. Hə, bilirik, verəcək sualları. Suallara keçirik, mikrofonu versinlər. Çınarənin çox xoşuma gəldi çıxışı. Ancaq mən biraz başqa əlavələr eləmək istəyirdim bugünkü çıxışlara. Misal üçün, ZLT preparatından danışdılar. ZLT preparatının içində Rus toxicodendron adında bir bitki var, tərkib var. Onun xüsusiyyəti sağ tərəfli preparatdır, sağ tərəfə təsir edir, gecə ağrılarını götürür. Ona görə onu belə sağ tərəfli iynə kimi vurmaq, sağ oynağa mı, yaxud onurğada mı vurmaq daha məsləhətdir. Bundan başqa siz ampulalarda, şprislərdə bir neçə preparatı birləşdirib vurursunuz. Bu preparatlar qomeopatik dərmanlardan hazırlanıb. Qomeopatik dərmanlarda bir-birinə antidotluq etmək xüsusiyyəti var. Yəni, bir-birinin təsirini heçələmək xüsusiyyəti var. Ona görə də bir şprisdə bir neçə dərmanı qatışdırıb vurmaq olmaz. Bu da mənim bir məsləhətim. Bundan başqa kollagenləri dediniz. Kollagenlərin bəzilərinin içində mən arnikanı gördüm. Arnika qomeopatik preparatdır. Xüsusiyyəti ağrılıları, travmaları, xüsusən travmaları götürməkdir. Ona görə də o kollageni istifadə etmək çox yaxşıdır travmaların nəticəsi kimi. Yəni, çox məsləhətlər verə bilərdim. İndi nə qədər var eşitdiklərimin içərisində bəzilərinə düzəliş verdim. Qaldı infeksiya deyirsiniz. Kollagen deyir, infeksiyanı götürəndir. Bəli, əgər xəstənin
artrozu var, artriti var ve onun ROI'si çoktur. 60'dır, 40'dır. Burada kollagen götürə bilməyəcək. Orada çox gözəl, yaxşı olar siz engistolla salasız, sonra keçəsiz kollagenə. Çox Yəni belə məsələlər çoxdur. Bunu mən bir qomeopat kimi də sizə anlada bilərəm. Ancaq Çox ki, sağ olun, hələ ki Kəmalə bunları xanım. dedim sizə, Çox sağ olun, Kəmalə xanım. eşitdiklərimdən düzəlişlər verdim. Sağ olun Kəmalə xanım. Klassik homeopatımız. Çox sağ olun. Buyurun doktor, sualınız vardı. Kimin sual vardı? Tamam. Heç mi yoxdur? Təşəkkürlər. Çox sağ olun, diqqətiniz üçün. Doktor Çinara xanım, uğurlar sizin bu çətin Sağ olun. işinizdə. Revmatologiya həqiqətən də çətin bir sahədir.